Salam əziz müəllimələr, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz məktəbəqədər təhsil sahəsində əsas anlayışlardır. İlk öncə onu deyə bilərəm ki, məktəbəqədər təhsil Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində öz əksini tapmışdır. Daha da açıq desək, məktəbəqədər təhsil dövlət qanunlarına, dövlət siyasətinə, dövlət prinsipinə əsasən həyata keçirilən təhsil növüdür. Məktəbəqədər təhsil, məktəbəqədər yaş uşaqlarının intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. Yəni, uşaqların qazandıqları ilkin biliklər, bacarıqlar, uşaqlarda formalaşan intellektual, fiziki və mənəvi keyfiyyətlər hər biri məktəbəqədər təhsildə özünü göstərir. Və bunların formalaşması üçün də məktəbəqədər təhsil müəssisəsi lazımdır. Gəlin görək məktəbəqədər təhsil müəssisəsi nədir? Məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaş uşaqlarının təlim və tərbiyəsi, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Yəni, az öncə dediyimiz kimi, uşaqlarda formalaşan fiziki və mənəvi keyfiyyətlər, uşaqların təlim və tərbiyəsi, əqli xüsusiyyətləri, hər bir şey məktəbəqədər təhsil müəssisəsində həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartı uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələblərinə uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi xidmətinin ümumi normalar məzmunudur. Nə deməkdir bu? Yəni, dövlət standartı uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələblərinə uyğun olaraq həyata keçirilir. Məktəbəqədər təhsildə diferensiallaşdırma, təhsil prosesində uşaqların fərdi xüsusiyyətlərinin, maraq tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması ilə təşkil olunması. Yəni, diferensiallaşdırma uşaqların meyl və maraqlarının, fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə həyata keçirilmiş təhsil deməkdir. Məktəbəqədər təhsildə qiymətləndirmə, uşaqların əqli, fiziki inkişafı və təhsil sahəsində toplanmış məlumatların dəyərləndirilməsi prosesi deməkdir. Yəni, məşğələ zamanı tərbiyəçi uşaqları izləyir, nəzarət edir və artıq fəaliyyət zamanı uşaqlardan topladığı həmin o məlumatları qiymətləndirməyə başlayır. Məktəbəqədər təlim, məktəbəqədər yaş uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi. Nə deməkdir bu? Yəni, uşaqlar məşğələ zamanı müəyyən fəaliyyətlərə yiyələnir ki, artıq həmin fəaliyyətləri öz gündəlik həyatlarında tətbiq edirlər. Məktəbəqədər xüsusi təhsil müəssisəsi salonlu imkanları məhdud olan məktəbəqədər yaş uşaqlarının təhsil alması üçün yaradılmış təhsil müəssisəsi. Metodist, məktəbəqədər təhsil müəssisəsinin təlim-tərbiyə işlərini metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis. Metodist sadəcə ali təhsilə malik olan şəxs olur. Tərbiyəçi müəllim isə həm ali, həm də orta ixtisaslı şəxs olur. Tərbiyəçi müəllimi daha geniş desək, uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlığını həyata keçirən ali və orta ixtisaslı şəxs. Dayə uşaqlara qulluğu və eyni zamanda nəzarəti həyata keçirən şəxsdir. Defektoloq uşaqların əqli, fiziki inkişafındakı qüsurları korreksiya edən və həmin qüsurlarla məşğul olan şəxsdir. Loqoped, nitq qüsurlu uşaqlarla məşğul olan şəxs. Hüquqi əsaslı məktəbəqədər təlim qrupu, ixtisaslı pedaqoji kadr olmaqla valideynlərin və digər qanuni nümayəndələrin iştirakı ilə yerlərdə yaradılan məktəbəqədər yaş uşaqlarının cəlb olunduğu ödənişli təlim qrupu. İnklüzivlik, salomluq vəziyyətindən, sosial imkanlarından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil alması hüququnun təmin olunması. Yəni, inklüziv təhsil deyirik biz buna. Burada uşaqlar maddi cəhətdən, uşaqların sosial durumundan, uşaqların sağlamlıq cəhətindən asılı olmayaraq bütün uşaqlar eyni təhsilə malikdir və bütün uşaqlar eyni təhsilə, eyni qrupda təhsil alma hüququna malikdirlər. İnnovasiya müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər. Yəni, qısacası desək, innovasiya yeniliklər deməkdir. Məsəl üçün, deyə bilərik ki, MİQ-in məktəbəqədər təlim-tərbiyə ixtisası üzrə həyata keçirdiyi imtahanlar yenilikdir. Müsahibə imtahanı yenilikdir. Qanuni nümayəndələr, uşaqların hüquqlarını və qanunla qorunan mənafelerini təmsil edən valideynlər, övladlığa götürənlər və qəyyumlar. Qısacası desək, qanuni nümayəndələr valideynlərdir, övladlığa götürənlərdir və qəyyumlardır.
Qısa müddətli təlim qrupu valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınması ilə həyata keçirilən uşaqlar üçün yaradılmış, qısaldılmış gün rejimi əsasında təşkil edilən qrupdur. Yəni qısa müddətli təlim qrupu həm valideynlərin, həm də ki qəyyumluğa götürən şəxslərin razılığı ilə həyata keçirilən qısa müddətli təlim qrupudur. Təhsil proqramı. Təhsil proqramı biz bildiyimiz kurikulum deməkdir. Yəni təlim nəticələri, inkişaf sahələri üzrə məzmun standartlarının pedaqoji prosesinin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, eyni zamanda monitorinqin aparılması sistemini özündə əks etdirən dövlət sənədi kurikulum, yəni təhsil proqramı adlanır. Təhsildə inteqrasiya. İnteqrasiya əlaqələndirmə deməkdir. Yəni inteqrasiya harda gördünüz? Bilin ki, bu əlaqələndirmə deməkdir. İnteqrasiya təlimin məzmun elementlərinin əlaqələndirilməsi deməkdir. Az öncə dediyim kimi, təlimin məzmunu uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edən təlim nəticələrinin məzmunusu. Yəni təlimin məzmunu sırf uşağın şəxsiyyətinə formalaşmış fəaliyyətdir. Belə müəllimələr, bugünkü mövzumuzdan bu qədər. Güman edirəm ki, aydın, açıq şəkildə, sadə dillə izah etmişəm. Güman edirəm ki, başa düşmüsünüz. İnşallah gələn dərslərdə görüşənədək. Sağ olun.